Hörmətli izləyicilər, sizə bir dənə ev çəkib göstərirəm. Ev, nə deyim valla, ev super ev, əla ev, gözəl ev. Evə söhbət yoxdur. Yəni ki, evin həqiqi sözün əsl mənasında tikintisi, evin içi, bahalı təmir, keyfiyyətli təmir. Bax, elə başlayaq həyətindən. Demək, harada yox, Vişnyovkada, 6 sotun içində. Hovuzumuz nədir? Qaçma hovuz. Qazon. Bir də xatırladım, ev çox keyfiyyətli tikilib. İndi biz içinə girəndə siz görərsiniz ki, həqiqətən də mən elə düzün deyirəm. Lejanka və s. və ilə axır evimizin arxasına keçmək olur. Neyiniyə? Bura mətbəxidir, təbii ki. Mətbəxdə mən burada belə bir yer yaradılıb, burada oturub dincəlmək üçün. Vişnyovkada bilirsiniz də, havası təmiz olan yer, nəmişlik olmayan yer. Burada, belə deyək, qışda, məsələn, qapını bağlayıb çıxıb gedirsən, bir də gəlirsən, tutaq ki, oktyabrda bağladın, bir də gəldin, tutaq ki, məsəl üçün, mart-aprelə. Girirsən evlərə, bir dənə nəmişlik, iyi yox, kifi gəlmir, aboy, maboy, hamısı tərtəmizdir. Demək, giriş qapısıdır. Bura çıxacaq terasdır, bura qarajımızdır. Yəni, avtomobil üçün belə bir qarajdır, jalüz qapı ilə. 6 sot, 350 kvadrat. Hə, daxil olduq evə. Burada girişdə bizdə dolab, oturmaq üçün, əqqabı dəyişmək üçün və s. və ilə axır. Keramika, qranit. Bir də xatırladım, ev çox keyfiyyətli materiallardan istifadə olunub. Burası qonaq otağı. Burası da mətbəxdir. Çox geniş, işıqlı mətbəx mebeli varıdır, staleşnitsa düz ortada. Buradan həmən mən bayaq başladığım yerə, haradakı başladıq videonu çəkməyə var. Buradan çıxırsan terasa, heytə. Otaqlara baxaq, otaqlarla tanışalaq. Deməli, bu birinci mərtəbədəki birinci yataq otağı. Gələk, gəldən buranı çək. Bax. 2 dənə kombisi. Bu hamısını çəkdir. Yəni, başa çıxan adam biləcək bu nə var, nə var. Buradan da qapı var, çölə çıxmaq olur. Deməli, burayla tanış oldu, bu yataq otağını. Sanuzyonla çək. Sanuzyonunu çək. Suyun naporu. Vişnyovka, alballıq. Bura baxdıq, qalxaq ikinci mərtəbəyə.